Hər vaxtınız xeyir olsun dostlar. Bir məsələyə diqqət çəkmək istəyirəm. Demək bir neçə gün əvvəl kardioloq mənə bildirdi ki, mən ürəyimi emert etdirməliyəm. Və həmin vaxtı məlum oldu ki, bizim ölkəmizdə heç bir dövlət xəstəxanasında ürəyin emertesi edilmir. Bu yalnız yeni klinikada var imiş. Bir ay əvvəl yeni klinikada bu fəaliyyəti dayandırıb. Yəni ürəyin emertesi hal-hazırda yeni klinikada da icra olunmur. Maraqlandım və məlum oldu ki, bir neçə özəl xəstəxanada var ürəyin emertesi. Qiymətləri deyəcəm sizə. Bəzi xəstəxanalar mənə 360 manat, bəziləri 420 manat, 450 manat, 580 manat, yəni bu məbləğləri səsləndirdilər. Belə deyim sizə, 350 manatdan 600 manata qədər qiymətlər dəyişir xəstəxanaya görə. Və kifayət qədər baha məbləğdir. Nəzərə alsaq ki, elə insanlar var ki, onların aylıq maaşı 450-500 manatdır. Hətta 580 manat olan yerdə bu insan gərək bir aylıq məvacibini ancaq ürəyin emertesinə versin. Hələ burada həkim qəbulunun ayrı məbləğini səsləndirmirəm. Söhbət özəl xəstəxanadan gedir və təəssüf doğurur ki, bizim dövlət xəstəxanalarımızda ürək emertesi edilmir. Bugün ölkəmizdə mən təəssüflə bildirirəm ki, yəni ürək problemi yaşayan insanlar yəqin ki var, əlbəttə ki var və bu insanlara əgər ürəyin emertesi lazım olarsa, yalnız özəl xəstəxanalara gedə bilərlər. Deyəcəksiniz ki, icbari tibbi sığorta ilə, bəli, icbari tibbi sığorta əgər həmin xidmət dövlət xəstəxanasında yoxdursa, onu özələ yönləndirir, amma bu da heç asan başa gəlmir, heç asan bir prosedur deyil. Deyim ki, rahatlıqla yaxınlaşırsan və bunu alırsan, xeyr, belə deyil. Odur ki, təəssüf hissi doğurur. Təbib rəhbərliyindən, Səhiyyə Nazirliyindən rica edərdik ki, ürəkdir, yəni insanın əsas orqanlarından biridir. Diqqətə saxlayardılar məsələni. Məsələn, yeni klinikada bunun dayandırılması çox təəssüf doğurur. İnşallah ki, nəzarətə alınar və ölkəmizdə dövlət xəstəxanalarında da əsas lazımi prosedurlar, o xidmətlər əlçatan olar.